Bakı küçələrində hər gün yeni bir tikinti qanunsuzluğu görməyə öyrəşmişdik, amma bu dəfə qeydə alınan mənzərə bütün rekordları qırmağı bacarıb. Paytaxtın Nizami rayonu Şirin Mirzəyev 151 ünvanında tam olaraq nizami telefon qovşağı ilə üzbəüz aparılan tikinti işləri ölkədə mövcud olan tikinti, təhlükəsizlik və əmək normalarına açıq-aşkar meydan oxuyur. Media TV Az.com-un məlumatına görə ərazidəki vəziyyət artıq sakinlərin həyatını birbaşa təhlükəyə atır. Görüntülərdən də aydın olur ki, tikinti sahəsində quraşdırılan nəhəng beton paylayan maşın Şirin Mirzəyev küçəsindəki 2 zolaqlı ictimai avtomobil yolunu və piyada səkilərini tamamilə bağlayıb hərəkəti iflic edib. Bu mənzərə ilk olaraq Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin fəaliyyətini sual altına qoyur. Görəsən bu binaya tikinti icazəsi verilərkən yolun ortasından keçəcəyi planlaşdırılmışdımı? Digər tərəfdən sıravi vətəndaşın maşınını bir neçə santimetr əyri saxlamasına görə millimetrlə cərimə yazan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi bütöv bir yolun zəbt edilməsinə nədənsə göz yumur. Yolun ortasını kəsən tonajlı texnikaya gələndə qurumun gözləri tamamilə qapanır. Obyektdə texniki təhlükəsizlik qaydaları deyilən bir anlayış ümumiyyətlə yoxdur. Binanın fasadında tikinti tullantılarının piyadaların və yoldan keçən maşınların üzərinə tökülməsinin qarşısını alacaq qoruyucu yaşıl tor belə quraşdırılmayıb. Fövqəladə Hallar Nazirliyinin tikintidə təhlükəsizliyə nəzarət Dövlət Agentliyinin müfəttişləri isə bu fəlakət anonsunu görməzdən gəlirlər. Daha dəhşətlisi binanın yuxarı mərtəbələrində heç bir fərdi mühafizə vasitəsi, nə kaska, nə də təhlükəsizlik kəməri olmadan hündürlükdə işləyən fəhlələrdir. Dövlət Əmək Müfəttişliyi xidmətinin susqunluğu fonunda insan həyatı burada ucuzlaşdırılıb. Təhlükə bununla da bitmir. Tikilən obyekt faktiki olaraq Azərenerji Açıq Səhmdar Cəmiyyətinə məxsus yüksək gərginlikli elektrik xətlərinin mühafizə zonasına daxil olub. Elektrik dirəyinin dibində bina tikmək hansı texniki normativə sığır? Bütün bu xaosun yaşandığı ərazinin birbaşa sahibi olan Nizami rayon icra hakimiyyəti isə rayonda hər şeyin mükəmməl olduğu görüntüsünü yaratmaqla bu qanunsuzluğa gizli bir xeyir dua verir. Məsul dövlət qurumlarının bu laqeydliyi Bakını tikinti poligonuna və real təhlükə mənbəyinə çevirir. Sakinlər və sürücülər aidiyyatı olan hər bir dövlət qurumu tərəfindən bu öz başınalığa dərhal son qoyulacağını gözləyirlər. Bir xəbər media olaraq adı çəkilən bütün tərəflərin və rəsmi qurumların mövqeyini